Valla. Kim kime yalandan, balandan söz deyər, söhbət eləyər, Allah onun cəzasını versin. Vallahi billah bizim heç kimlə işimiz yoxdur, heç kimlə. Bak bizi durduğumuz yerdə, bax deyirlər ki, Ait hardasan Ait, gəlib gedən it, gəl məni qap. Valla oturmuşuq da, az Qumral oxuyub da, nə olacaq Qumral onu oxuyub, öz adına çıxmayıb. Nə bilim. Hoşuma geldi benim sözler yazanda. Biri orada deyir ki, ayağımı eşme, ayağımı eşmirəm. Mən ayaq tırnağım uzundu, o ayağım bu ayağımı ətini cızdı belə, yazığım gəlir bu ayağıma, ona göre belə üstünü sığallayıram. Vallahi hoşum gelir siz elə danışanda. Allah sizi güldürsün. Hoşum geldi. O söz gitti. Kim yazmıştı onun adını okuyardım. Ay Allah. Ne kadar gülürəm ay kız. Vallahi ne bileyim. Paxıllıq itə yaraşır. İtlərin qabağına sümük atırsan ki, belə didişirlər. O qaçırdır ora, bu qaçırdır bura. Belə qıraqdan baxırsan ki, itlər boğuşur da. O dartır ora, bu dartır bura. Vallahi paxıllıq olmaz. Ne bileyim, Allah eğer kim paxıllıq eləyirsə, paxıllığını onun başına töksün elə. Özlərinin, öz ailələrinin, öz üstlərinə töksün. Hə, paxıllıq nəyə lazımdır ki? Qəşəng deyir ya, xoşum gəldi, o kemiydi bir də yazsın görüm. Deyir, ayağı orada eşmə. Ay sizi, ay sizi. Ay bala, o rəqs eləmək var o rəqs eləməyin özü də bir məharətdir. Siz elə bilirsiniz ki, hər adam rəqs eləyə bilir. Hə? Oynayabilir, elə bilirsiniz. Bana məsəl üçün bir de ne söz deyim sizə. Qumral gözəl oynuyor, çok güzel rəqs eləyir də Qumral. Qumralın maşallah bütün sümükləri oynayır. Deyirsiniz ki, oynuyor. Bax, Sevgim de oynaya bilmir. Bizim evimizdə məsəl üçün mən də gözəl oynuyorum. Fidan da güzel oynuyor, Qumral da güzel oynuyor. Hamımızdan güzel Qumral oynuyor məsələn. Ama Sevgim oynamaqla arası yoxdur da. Sevgim o kadar, mən yalan demeyeceğim de, mənim 3 tane kızım var. 3 kızımla en çok kitap okuyan, məsəl üçün kitap dəftərlə yazmaq, pozmaq, hər şeylə məşğul olan Sevgimdir bizim evimizdə. Sevgimin məsəl üçün, mən neçə dəfə demişəm ki, kızım səni biraz qoyum rəqsə, de ki, mənə maraqlı deyil rəqs. Kızım gedək məsəl üçün qohumlarımın toyu olur, dostlarımın toyu olur. Mən ona yalvara, mən hələ o kız bir dəfə də getməyib toya. Bacılarının toyunda olub, onda da balaca olub da. Yani ona maraqlı değil. Kimin toyudur, kim ərə gedir, kim evlənir. Onun için heç də maraqlı değil. Bu dəqiqə belə gizlincə nə istəyirsiniz, aparım onun otağına gireyim. Siz görəcəksiniz ki, not dəftəri onun qabağında, karandaş əlində, piyaninoda çalır not yazır, çalır not yazır. Yani bu belə adamdır da. Neyniyək ki? Onu qoyur, kitabla yuxuya gedir bu adam. Kitap böyründə yatır, kitap dəftərini yığır böyrünə belə, gedib görsən yuxuya gedib. Ben neyniyim ki? İndi mən də onu istəmişəm məsəl üçün ki, rəqsə getsin, rəqs öyrənsin. Bu da oynaya bilmir. İndi biz onu məcbur eləyirik oyna, o belə başqa cür oynayır da, oynaya bilmir da ona görə. Siz də başlayırsınız, bəzi ağzı göyçəklər var ki, başlayır, deyir ki, oynaya bilmir, oynaya bilmir. Az oynaya bilənə deyirsiniz, oynaya bilir. Oynaya bilməyənə deyirsiniz, oynaya bilmir. Siz nə istəyirsiniz? Heç özünüz bilirsiniz. Efirə çıxırlar, belə deyirəm. O pisti. Bu pisti. Eşi özüne bak, bu pisti, bu pisti. Ama kimdi yaxşı bu? Ha? Yaxşı kimdi? Hamını pisləyir.
Amma mən vecimi almıram. Sadəcə olaraq görürsünüz, mənə daş atırlar, mənə söz deyirlər, mənə nə deyirlər, bilmirəm nələr deyirlər. Mən onu vecimi almıram. Buradan alıram, buradan da getdi. Vecimi almıram. Amma mənim uşaqlarıma bir söz deyəndə mən həmin adamları parçalayaram. İnanın ki, parçalayaram həmin adamı. Qumral bayaqdan danışırdı da sizlə. Qumral girmişdi, 5 dəqiqə canlıma girdi mənim. Qumrala 500 dənə söz yazdınız. Ona görə götürdüm. Ki mənim uşağıma burada canlı yazıda girmir də. Bilir axı. Ona görə də orada gic-gic sual verirsiniz, ona təsir eləyir. Amma mənə təsir eləmir. Çünki mən birinci dəfə girəndə mən də sizlə dalaşırdım. Sonra gördüm, burada 2000 adam var. Bu 18 nəfəri, 10 nəfəri axmaq adamdır. 2000 nəfərdən 8 adamı qoy axmaq olsun da. Neyimə lazım? Mənə sizin kimi gözəl insanlar lazımdır. Ona görə də, ay canlarım mənim, mən pis adamlara da, yaxşı adamlara da vərdiş almışam. Bildiniz necə? Vərdiş almışam. Amma mənim uşaqlarım bu şeyi qaldıra bilmir. Bu şeyləri götürə bilmir. Ona görə də mən sizin öhdənizdən elə mən gələrəm. Buradakı necə deyirsiniz? Ayağın eşir. Ayağın eşir deyəndə görsəm mən gülməyim gəlir. Bəzi şeylər var ki, mən doğrudan çox gülürəm. Dırnaqlarım uzanıb, düz deyirsiniz. Bax, bu qədər uzanıb dırnağım. Vaxtım yoxdur ki, gic-gic adamlara cavab verməkdən. Asardaydın? Poyka baxırıq da, Sibağaya. Sibağaya? Tıqqılı deyil. Ayaq yalın gəzmə, balam. Kəsəcəm, narahat olmayın, dırnağımı da kəsəcəm. Vaxt olacaq heç dırnağımı vapşi. Mən ümumiyyətcə bilirsiniz necədir? Mən adamlar var, yaşı çox olsa da özün belə deyir, mən çıqqılı qızam. Mən elə demirəm. Mən həmişə deyirəm ki, mən boynumu alıram. Məsəl üçün birdən bir söz deyirəm, ay balam, mən yaşlı adamam, məndən işiniz yoxdur. Mən yaşlı adamam. Mən TikToka da girə bilərəm. Burada saatlarla otura da bilərəm. Sizlə söhbət də eləyə bilərəm. Ona görə ki, mən cavan gəlin deyiləm ki, burada siz mənə irad bildirəsiz, irad tutasınız. Başa düşdünüz, mənim canlarım. Bəli. Yaşlı deyəndə mən özüm ola bilər ki, yaşımdan cavan görsənə bilərəm. Yaşımdan cavan. Amma yenə də o yaş məsələsi var. Amma problem yaşda deyil, o rəqəmlər 1, 2, 3, 5, 7, 15. Rəqəmlər gedir. İnsan özü görsən amma qalır. Özünə yaxşı baxanda qalır. Saf olanda, ürəyi saf olanda qalır. Yollarda qalıblar. Kim qalıb yollarda, ay bala? Ləman kimdir? Heç kimi qoşmuram. Heç kimi də qoşmuram. Alisa'dır, bu nədir? Alisti yoxsa? Niyə qoymuram uşaqlarım, niyə qoymursunuz qızlarınız öz təhsili üzrə çalışa? Məcbur müğənni edirsiniz. Hə, Alisa, Alisənsə, Alis 8, Alis 8. Sən mənim qızlarıma iş tap ver, qoy mənim qızım geçsin işləsin. Neyniyim bəs mən? Neçə illər qumrala iş axtardım, bəs mən də yandıran odur da. Bəs mən qızıma iş tapmadım, nə qədər yerə getdim, nə qədər yerə məktub göndərdik, iş tapmadım. Ona görə də neynədir mənim qızım? Başda blogerlik eləməyə. Keçdi blogerlik elədi. Danışdı, dedi, güldü, yazdı, qoydu ora, nə bilim neynədi. Sonra da mənim qızımın gözəl səsi var. Mən də dedim ki,
estrada üzrə çalışsın. Oxuyur da qəşəng, oynayır da qəşəng, pul da qazanır qəşəng. Özünə də baxır, balalarına baxır. Sizdən gəlib pul alır, borc alır sizdən. Yaxşı oxuyur, sizə nə? Pis oxuyur, sizə nə? Hamısı özü üçündür onun. Bildiniz? Bəli, ali təhsilli qızdır. Nə olsun ali təhsillidir? Sizin dədənizdə ali təhsil yoxdur, dayınızın ali təhsili yoxdur, ananızın ali təhsili yoxdur. İş var. Bəli, mənim qızım gözəldir. Paxıllıq çəkməyin. Mənim qızım dünya gözəlidir. Maral kimi qızdır. Bəli, çox da gözəldir. 2 dənə uşağı var mənim qızımın. Vaxtında ailəsini qurub. Maşallah. Tü 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 tü. Həyat yoldaşı, ağıllı, belə idmançı, oğlu, qızı, evi, eşiyi sizdən heç nə istəmir ki. Sizə nə olub ki? Oxumasın, oxumasın. Sən kimsən ki, qərarı sən verirsən, oxusun, oxumasın. Sənin bir dənə ola bilər ki, xoşun gəlmirsə, oxuyanda sən söndür. Canlısına girib baxma. Instagram'ını at bloka. Bəli. Ona görə də bala, yanırsızsa gedin başqa yerdə yanın. Tüstüləriniz buralara gəlib çıxmasın. Bəziləri 2900 adam var burada. Onun hardası ucu oldu 3000. Onun hardasa 5'i 6'sı bu var ha, bu boyda səhifə. 3000 adamın 5-6'sı elə belə də fıstırınkə. Fıstırınkə adamlardır. 5-6. Qalanı maçellodur. Maçello. Canlarsınız hamınız. Mən də sizi sevirəm. Bəli. Qumral həm mehribandır, həm səmimidir, həm mədəni xanım, həm tərbiyəli xanım, həm savadlı xanım, yerini bilən xanım. Hər şeyin yerini bilən xanımdır. Bəli. Hələm. Qızlar Qumral kimi ola bilər. Hələm ha. Söyüş eləmir. Ağzına gələni danışmır. Heç kimdən işi yoxdur. Mənim elə maşallah olsun. Qurban olum Allahıma. Ay Allah. Şükürlər olsun ki, mənə Allah Taala 3 dənə ağıllı, kamallı, belə sevgi dolu, mehriban, həm də gözəl qız verib. Ona görə də oxumasın. Paho, siz elə oxumasın deyən kimi bu dəqiqədə mikrofonu qoyub yerə keçəcək bu tərəfə. Mikrofonu qoy. Mikrofonu qoy az 100 dəfə demişəm. Gəl otur böyrümdə. Mənim qızım kimi yer üzündə qız yoxdur. Dünyanın ən gözəl qızıdır mənim qızım. Yanmaq Ninada. Yanmaq Ninada. Bəli. Gel az gel. Bakayım. Lokum değil, lokum. Anasının lokumcası. Lokumcası da anasının. Saç məndə. Gözəllik desəm məndə. Saç desəm məndə. Çox təriflər. Deyəcək özləri tərif. Yaxşı eləyirik. Paxıllığından bəlkə bizi biri tərifləməyəcək. Biz özümüzü tərifləməyəcəyik paxıllıqdan. Hə? Abi mamana kurban olum Qumral. Senin mamana kurban olum. Az. Mama bu da ki Qumralın maması. Gözəllik. Qaş desən məndə, bu istidir, isti saxlayır.
Prosta açıq geyinməyim deyə bunu geyinmişəm. Az qaş desəm məndə, göz desəm məndə, burun desəm məndə. Mən əməliyyat, məndə ki hamısı özüdür. Bax Qumral da mənim əkizimdir. Bax belənçinə. Bax indiki qızlar var, başında 15 kilo ölü tükü var. Ölülərin 15 kilo tükünü yığıblar qızların başına. Bax qızların başına. Qızlar var, cavan qızlar. Yaşlılar eyb yoxdur. Cavan qızlar var. Gəlin spor eləyək. Gətirin bir dənə. Bir 50 dənə qız gətirin. 50'sinin də başında qaynaq var. Gedib ölxanalardan tüylərin hamısını yığıb gətirib yapışdırıblar başlarına. Az qoyun askımı geyirim. Az qoyun askımı geyirim az. Ay sizi. Vallahi düz deyirəm. Bax indiki qızların çoxsunun başında qoy deyildirsinlər edilirlər. Bəlkə xəbərləri yoxdur. Səs eləməyin, heç kimə deməyin. İndiki qızların başında doğrudan deyirəm. 3 telli durnadılar. 3 telli durna. Aranızda bəlkə elə qızlar çoxdur bax.